Sabahınız xeyir olsun, Çinarə, gününüz uğurlu olsun izləyicilərimizin də və hava proqnozu ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin bugünə olan məlumatını izləyicilərin diqqətinə çatdıracağıq və hava necə olacaq, elə hazırda müşahidə edirik, buludlu havadır, səhər saatlarında bir qədər çiskin də müşahidə olundu. İlk olaraq Bakı və Abşeron yarımadası ilə bağlı məlumat verməyi istəyirəm. Qeyd olunan məlumat odur ki, hava ilə qeyd elədiyimiz kimi, müşahidə olunduğu kimi buludlu keçəcək, yarımadanın bəzi ərazilərində çiskin olacaq. 14-dən 15-nə keçən gecə, yəni daha dəqiq desək 15-dən 16-sına keçən gecə bugün səhər müşahidə elədiyimiz çiskin müşahidə olunacaq ki, bu növbəti saatlarda da müəyyən qədər müşahidə oluna bilər deyə sinoptiklər bildirir. Eyni zamanda mülayim şimal-qərb küləyi əsəcək və günortaya doğru şərq küləyi ilə əvəzlənəcək. Şimal-şərq küləyindən gedir söhbət. Havanın temperaturuna gəldikdə isə gecə saatlarında 16-18, gündüz saatlarında 23-25 dərəcə olacaq deyə məlumat var. Nisbi rütubət, atmosfer təzyiqi də açıqlanıb. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubətə gəldikdə isə gecə saatlarında 70-75, gündüz saatlarında isə 40-45% olacaq deyə məlumat var. Və duman müşahidə olunacaq paralel olaraq səhər və gecə saatlarına şamil olunur. Bölgələrdə, rayonlarda da yenə yağışlı hava müşahidə olunacaq. Eyni zamanda şimşək çaxacaq. Qar müşahidə olunmayacaq deyə məlumat verilir bir neçə gün və intensiv yağış yüksək dağlıq ərazilərdə olacaq. Dağ ətəyi rayonlarda günortaya doğru yağış səngiyəcək deyə məlumat var. Havanın temperaturuna gəldikdə isə gecə saatlarında 15-19, gündüz saatlarında isə 21-26 dərəcə olacaq deyə məlumatda qeyd olunur. Yüksək dağlıq ərazilərdə temperatur bir qədər aşağıdır. Hətta deyərdik ki, hava çox soyuyub, 2-6 dərəcə isti olacaq deyə məlumatda qeyd olunur. Eyni zamanda bu gecə saatlarına aid idi. Gündüz saatlarında biraz artacaq, 7-12 dərəcə isti olacaq deyə sinoptiklər bildirir. Bəli, Çinarə, hava proqnozu ilə bağlı bugünün məlumatını izləyicilərin diqqətinə çatdırdıq. Artıq iş həftəsinin ikinci günü, eyni zamanda elə tədris ilinin də ikinci günüdür ki, tələbələr, müəllimlər, eyni zamanda şagirdlərin də məlumatı olsun. Hər kəs də, bütün izləyicilərimiz günə uyğun planlarını qura bilsinlər. Hələlik məndən bu qədər Çinarə, sözü yenidən sizə ötürürəm.